Salamlayırım sizi dostlar. Bugün biz Brandenburg kapılarının önündeyiz Berlin şehrinde ve Kırım Tatar dostlarımızı, kardeşlerimizi destekleyirik. Kırım bildiğiniz kimi okupasiyadadır ve Rus agresiyasına karşı çıkır. Siyasi məhbuslara azadlıq tələb edirlər. Ondan önce 28 ve 27 ve 28 noyabr tarixində Berlində Avropa QHT-ləri tərəfindən təşkil olunmuş Rusiya Federasiyasında yerli xalqların vəziyyəti adlı konferans keçirildi. İştirakçılar təmsil etdikləri xalqları vəziyyəti barədə məruzələr etdilər və biz də öz növbəmizdə Dağıstanda yaşayan və həmin ərazidə yerli sakinləri olan Azərbaycanlıların vəziyyəti haqqında məlumat verdik. Həmçinin Rusiyadakı Azərbaycanlıların siyasi sistemli şəkildə təqib olunması, məcburi şəkildə cəbhəyə göndərilməsi, vətəndaşlıqdan məhrum edilməsi kimi faktlar barədə danışdıq. Onunla yanaşı 25-ci ilin iyun ayında baş vermiş Səfərovlar qardaşları qətl də daxil olmaqla bir sıra qətl hadisələrinin baş verdiyini və bunun Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə səbəb olduğunu qeyd etdik. Konferansın ikinci günü qapalı şəkildə keçdi və nümayəndə heyəti Rusiya Federasiyasında repressiyaya məruz qalmış xalqlar müdafiəsi üzrə sənəd üzərində çalışdı. Bugün isə biz sıxışdırılan xalqların hüquqlarını müdafiə etməyə davam edirik və işğal olunmuş Krımda siyasi məhbusların azad edilməsini, Tatar xalqın nümayəndələrinə qarşı repressiyaların dayandırılmasını tələb edən qardaş və dost Krım Tatar xalqının mübarizəsinə qoşuluruq. Və tüm siyasi məhbuslara azadlıq tələb edirik təbii ki. Fərqi yoxdur. Ondan da əlavə Qaraçay-Balkar xalqının da təmsil edirdim. O təşkilatda da nümayəndəsiyəm Avropada. Belə bizim xalqlar, türk xalqları Qafqazda, Krımda repressiyalardan üz-üzədir, diktatura ilə üz-üzədir. Biz əl-ələ verib onlara qarşı çıxmalıyıq. Təşəkkür edirəm.